Yine kurbanım. De sabahınız xeyir. Bu onlarla. Ha, aferin. Kızlar deməli gedirik. Səhər tezdən durmuşum. Miran bağçaya aparam. Sonra gəlirəm evə çimirəm, eləyirəm. Sonra salona gedəcəm. Sibillərə baxın. Dünən axşam acmışdıq. Pizza yemişik. Hə, Miran? Acından ölürdük. Dünən qızdırmam var idi. Üstünüzə sağlıq. Biraz Turanədən gələndə qızdırmışdım, xəstələnmişdim. Biraz da krepləmişəm dəsin. Allah xeyir eləsin. Dünən ansız tez bir tər durub parastolol atdım. Qızdırmam ucadan getdi. Hə, Miran? Yavaş yavaş, yavaş yavaş. Yıxılarsan su da. Su da hər yer, yavaş. Sevgimizden ayrı ne var elimde, elimde. Aram sevme Kıza eynimi giyinib gedirəm. Miran aksesuarlarımı dağıtıb. Kişi sərgəli yazmışdım. Mən dedim ki, bunu taxım Murat'ım. Bir dəfə evdə taxmışdım. Ah, paltardan çox qəşəng getmişdim. İndi gözlüyüm boğazıma tuttum, baxın. Göstərəm, bu şəkildə bax belədir. Paltardan getdi. Amma Murat dedi ki, çox şitdir. Amma mən yaraşdırdım. Bir də belə sırqalar var. Bunu taxdım. Siz nə düşünürsünüz? Fikirlərinizi yazarsınız. Çox qəşəngdir. Baxın. Bunun fərqlisi də var, baxın. Belə də var. Mən aksesuarlarımı, qızlar belə aksesuarlarımı, qaşlı aksesuarlarımın hamısını nərdənlə Mirvari aksesuar səhifəsinə 3 ildir toy aksesuarlarımdan tutmuş, nikah aksesuarlarıma qədər buradan oldu. Düz toyda aksesuar göndərmişdim ama taxmamışdım. Gülüm zadım hamısı oraya idi. Oydu, yaxşı olmadı. Yaxşı qızlar, salona gələndə belə bir yer var. Burada saxladım maşını. Düz yolun qırağındadır. Bir dənə ayaqqabım var. Aslında çoxdan siyah ayaqqabısıdır. Qış ayaqqabısı yoxdur. Mən də bu ayaqqabı ayağıma yaxşı olmadı. İndi baxıram ki, yaxşı oldu. Ad gün gəlsə sağ olsun ki, dedim Miranı da gətirir. Oğullarım da gələcək. Mən də Miranı qoymağa yer axtarırdım. Hadi ayaqqabım soğudu. Əslində çox vaxt ad günlərə gedəndə mən bəzənmirəm. Özüm evdə bəzəndim. Amma bir dəfə nədənsə bəzənmək istedim. Saçımı yox tutmuşam. Halon Nərmanov yaxınlığındadır. Anne xanımın yanına gəlmişəm. Deməli saat 3'ə yazıb. Ortada yoxdur. 3 tamamda düz salonda oldum. Bu qız həmişə belədir, mən gözlədir. Soğuqdur qızlar. Hadi hem hiç don giyindim. Gözüm var yüreğimde. Bu ne dert hiç bilmediğim. Sözüm var yüreğimde. Kızlar saat 7'nin yarısıdır. Mən hələ gedib çatmamışam. 17 dəqiqə göstər. Getməliyəm bağçaya, Miran paltarını verməliyəm. Giyindirəcəklər, sağ olsunlar. Yaxşı Miran bağçası 7'yə qədərdir, yoxsa mən nə qarardım. Həqiqətən hara gezsəm həmişə qızlar, necə deyim, həmişə bağçaya gecikirəm. Ümumi saat 7'yə zada çatıram da. Bu bağçaya, o biri bağçalara 20 manat verirdi. Bu bağça çoxunca saat 7'yə qədərdir. Gedək görə. Yol bilsiz nədir? Ay Allah. Keşke şeyde saat 3'te 4'te olardı məclislər. Gəlmişik qızlar ad günə. Hələ heç kəs gəlməyib. Ana. Miran. Diyelim Paleskadan tut, benim Paleskadan oturan
Mən sizə gələndə ağıl oldu. Saat 12 tamamdır və indi gedirəm evə. Bir an düzdür, çox yordu. Mən heç oynaya bilmədim. Videonu burada sonlandırıram. Buradan da evə gedirəm. Maşını harada saxlamışam bilmirəm. Mən buradan girdim. Hardan çıxacam? Peki maşını harada saxladım? Bu yadıma gəlir. Bu dərsən. Hey, tapdım. Sıfıra çatır. Deyirəm ki, indi bu boyda kartın içində kart tap. Axır ki, tapdım. Bəli. Benzin də vururam. Hər şey edirəm da. Nə istəyir bir yoldaşım. Sabahınız xeyir qızlar, necəsiz? Gəlmişəm Tam Store'a. Bizim Binəqədidə Tam Store'a bambudan gəlməmişdim. Gəlmişəm Tam Store'a bir şey almağa. O bir şey qolum ağırdı. Deməli, qızlar, bu aralar nə yorumlara fikir verirəm, çoxsunu silirəm. Amma nə qədər hesabda qalır, yenə yazılar. Və bəziləri yazır, falan kəs falan yeməyə pişirdi, falan kəs falan yerə getdi. Ay xanımlar, ay mənim gözəl izləyicilərim. Bilirəm ki, bunu yetişkin insanlar yazmaz, uşaq yazar. Bunu demək istəyirəm ki, bax mən evi yığışdıram, siz də yığışdırırsınız, düzdür? Mən çölə gedirəm, falan yerə gedirəm, falan mağazaya gedirəm, siz də gedirsiniz, düzdür? Yəni düzdür.
Mən məsələn bu gün dolma edirəm. Məni bilən hər kəs bilir ki, telefonumda oldu, yarım çək qaldı. Hə, məni bilən hər kəs bilir ki, 3 ildir mən evimdə dayanmadan yeməklər bişirirəm, cürbəcür yeməklər bişirirəm. Instagramımı izləyən hər kəs bilər ki, əvvəl mən vloqlar da çəkirdim, yemək videoları, ev təmizlik vloqları. İndi sadəcə biraz özümə kompleksim var, ona görə çəkmirəm. Amma belə YouTube-a 2 il öncə açmışdım. Rayona getdiyim videoları yükləyirdim, sonra sildim. Nəsə əritdim. İndi də məsələn bir gün çəkəcəm, sonra çəkməyəcəm. Arxası gəlməyəcək bunun, əmin olun. Çünki həvəsdən düşürəm. Çox əziyyət çəkirik, amma dəyər verən yoxdur və kiçik yorumlar yazılır. Belə yorumlar mənə xoş deyil. Qaldı ki, eyni şey eləmək. Məsəl üçün mən Tarkovaya gedirəm, Muğla gedirəm, bir başqası da gedə bilər. Yəni bu bir mahnıya qulaq asıram. Məsəl üçün bir mahnıya video çəkirəm, deyirsiniz ki, falan kəs çəkdi, falan kəs börək bişirdi, falan kəs nə bilim bozbaş bişirdi. Amma mən börəyi 2 ildir bişirirəm, 2 ildir. Ətli də eləyirəm, kartoşkalı da eləyirəm. Alt videolarda düşsəz orada börək var. Hamıdan qabaq məsələn mən çəkmişəm. Hə, bunu sübut edib videonu sizə də göstərə bilərəm. Əritdiyinizdən alıb da videoya baxa bilmirsiniz. Yəni söhbəti nəyə gətirirəm? Yeməkdir. Yeməyi hamı bişirə bilər. Niyə hər dəfə eyni şeyləri yazıb təkrar-təkrar eyni mövzuları atırsınız? Sadəcə ara qızışdırmaq, hamını dalaşdırmaq. Evdə oturmusunuz, əlinizə telefon almısınız, uşaq-muşaq, dərslərinizi oxumursunuz, əlinizə almısınız, hamını dalaşdırırsınız. Ay falan kəs sənə söz vurdu, ay falan kəs sənə nə bilim nə vardı, ay falan kəs sənin çəkdiyin videonu çəkdi, ay falan kəs sənin elədiyin hərəkəti elədi, ay falan kəs sənə baxıb falan yerə getdi. Qurtarın da, qurban olum, qurtarın. Heç kəsə baxıb, bir insan həyatımızdan çıxdısa, heç kəsə izləmir. Şəxsən mən izləmirəm. Ona baxıb neysə də eləmək fikrim yoxdur. Kameranı qoymuşdum ki, video çəkim. Başladım danışmağa, ağzım qızışdı. Hər nəsə. Deməli, dünən Murad burada yatıb. Çünki səbəbi odur ki, Miran ağladı ki, anan yanında mən yatacam, sən yatmayasan. İnşallah belə davam etməz. Zalı yığışdırdım. Gedəndə paltalar, zatları, plastinalar, zatları yudum. Hazırlaşana qədər hər şey sərf getdim evin ortasına. Axşam da gələndə bütün paltaları Miran otağına töküb getmişdim. İndi Miranın da otağını yığışdırdım, zalda yığışdırdım. Aldığım alış-verişləri yerinə yerləşdirdim. Burada sizinlə bölüşürəm. Sonra keçdim kuxnaya. Kuxnada qəşəng əti qoydum pişməyə. Bizdə su təmiz gəlmirdi. Qızlar, mən çaynikdən eləyirəm. Əti qoydum qaynamağa. Tez qaynasın deyə qaynamış suda elədim. İsti-isti soz eləyəcəm qəşəng. Çünki tələsirəm. Bir izləyici dünən geyindiyim donu istədi. Mən də ona satdım. Düşündüm ki, onsuz da bir dəfə, 2 dəfə geyinəndən sonra geyinmirəm. Qoy satım geçsin. Deməli, donu satdığı çıxardanda bütün izləyicinin hər biri yazdı ki, mən də istəyirəm, mən də istəyirəm, mən də istəyirəm. Düşünürəm ki, bu donun satışına işim. Aldığım qiymətdən bir 15-20 manat aşağı satdım. Qızlar, əti qoydum, soğuz eləyəcəm. Burada indi özümə salat üçün ət qoymuşam. Salat hazırlayacağım özümə. Pomidor, xiyar. Altıdan sonra yemək yeməyəcəm. İnanın şoka düşsün. Batıram məni çəkir qızlar. Yeni silib çubuq almışdım. İşlətmədim, indi qoşmağa bacardım. Prosto yaxşı çəkmir. Necə yaxşı çəkmir? Qoyuram bura, tam belə durmur, düşür. Burada qızlar ətin köpünü alıram, soğuz eləyəcəm. Qəşəng. Nə vaxtda ət yemirdik. Əslində qorxurdum almaq soğudum. Dedim ki, arazdan alım. Bunu belə qoydum. Zeytun yağından baxın. Salat eləyəcəm. Özümə yemək yemək çox açılanı. Saat düşək 1-2-dir. Burada da tez istəkanları yuyum qoyum. Bunları yudum tez bazara. Sozumuz hazırdır. Rotada yığışdırdım. Hər yeri yığışdırdım. Miran paltalarını atacağım. Onu çıxardacağım. Gedirəm indi Miranı götürməyə. Evdə elə iş görə vaxt gəlib çatır. Məncə nə qədər qablarında suyu çəkilsin, gəlib yanaşdırarım. Bilmədim, nə pişirdim, soğuz pişirdim mən də. Qaynanam deyək ki, Miran ərişdə pişir. Bunu da pişirmək istəyirdim. Həmsə qalsın. Buna yerdə. Zeytin yağından pişirdim bu arada. Qaynanamın qonşusu Mədir maşınımı sür, aşağı 28-ə düşək. Bu maşından da qabağı görə bilmirəm. Yerdədir. Bizi söndür maşını sürüb sonra balacaya minmə, adam özünü pis eləyir. Dedi sürə bilərsən, dedim hə, amma iş orası ki, elə bir yerdə oturmuşam. Qabağı görmürəm. Bu da mənə edib balans gətirir. Yazıqlı. Bu maşını mən bura saldım. Mən heç o ceyranı belə sürə bilmirəm. Allah hamd olsun. Hala necə sürdün? Əla. Özdə gözlə hələ bir dənə kişi belə saxlaya bilmir. Həki nə qəşəng saxlam? Mən şokdayım. Qəşəng saxladın. Sən buradakını çıxartdın dedin ki. 3 dəfə, 5 dəfə məşq eləsən düzələr. Mən pis saxlamışam. Niyə dayı? Çox. Gözü götürməyən adam elə deyil. Baxıranda nə fərq sərgiləcək.
Maşını sürdüyüm xalam İrana geyim aldı, gətirdim. Bir də mənə corablar alıb gətirib. Mən də onun qaynanama verdim. Ürəyi təmiz xaladı, baxın. Sağ olsun. Payı çox olsun. Qəşəkdir. Gəlmişəm qaynanamcıla. İşlən şey uğurlanmağa gəlmişəm. Zaman anasının evindən gəlib yuvub gətirəndə mən qaynanamın evindən yığıb aparım. Ne yapara bilərəm, düşünürəm. Çayını qalıb deyir, istəyirsənsə götür apar. Dedim, nə qəşəkdir, dedi götür apar. Şimdi yapalım böyle, deyir götür apar. Sizə mən nələr yığmışam qaynanamın evindən. Mən dedi, yeməkli sonra getim. Çolpa qızartdı mənim üçün. Yiyeyim gedim. Kızlar maşın ne gündeydi. Gelmişim nene gidin mehresine. Burada şlank var. Bunları yudum. İçinde osuran niye bilmedim ama. Tertemiz elədim. Soğuk değil, dondum. Şu 2 dəqiqənin içində bu maşın necə yazdı bana xəbərim olmadı da. Bu neydən təmizləyə bilərəm ay qızlar. Təzə düzəltdirmişdik. Sizə bir sarkatkasından istədim, getmədi belə rəngli. Mat gedir anasının evindən yuvub gətirir, mən də qaynanamın evindən yuvub gətirirəm. Gördüyünüz gibi. Özünü almışdım. Götürdüm. Çok almışdım. Ben de götürdüm. Biri bu şekilde getirdim. Bir ay kızlar Miran'a kap alıp ki çok şirindi. Bir de kaplar alıp yığın. Bir tane de böyle kap almıştı. Götürdüm. Sonra çoxlu qoz almıştı. Qoz götürdüm bir daha. Çünkü mən sevmirəm, Miran sevir. Mandalin almıştı. Çoxlu qədər götürdüm ki yazıqdır. Çox yedim. Siz de beləsiz. Yoksa bir dənə mən beləyəm. Mən qaynanamcıya gedəndə yığıb aparım. Hələ Muradı demirəm, gedəndə xala denik açır. Deyir, nə istəyirsənsə götür. Videonu burada sonlandırıram. İzlədiyiniz üçün çox sağ olun. Dəyə verdiyiniz üçün çox sağ olun. Yorum yazdığınız üçün çox sağ olun. Yaxşı varsınız, yaxşı ki bizim izləyicilərimiz, siz mənim gözəl ailəm. 8000 olduq. İnşallah daha da çox olarıq. Səhifəyə abunə olub yorum yazmağı unutmayın ki, yeni videolar gəlsin. Öpürəm sizi, barıma basıram. Siz də fikirlərinizi bölürsəz yaxşı olar. Matı.